Yeni nəsil qan şəkərini ölçən cihazlar risklidirmi? Son illərdə populyarlıq qazanan davamlı qlükoza monitorinqi cihazları sağlam həyat tərzi və metabolizmi optimizasiya trendlərinin ayrılmaz hissəsinə çevrilib. Lakin aparılan elmi tədqiqatlar bu cihazların sağlam şəxslərdə göstəricilərin etibarlılığı barədə şübhələr doğurur. Qlükoza monitorinqi cihazları qlükozanı birbaşa qanda yox, toxumaların arasındakı mayedə ölçür. Bu mayedəki qlükoza səviyyəsi isə qanındakı real şəkər göstəricisindən bir qədər gecikmə ilə dəyişir. Ona görə də cihaz bəzən şəkərin qalxdığını və ya düşdüyünü qanda olduğundan fərqli göstərə bilər. Yəni monitor yüksək rəqəm göstərsə də qan analizi bunu təsdiq etməyə bilər. Ona görə də sağlam insanlarda belə yanlış məlumatlar yemək vərdişlərini düzgün olmayan formada dəyişməyə vadar eləyir. Məsələn, bəziləri normal meyvə və qidaları şəkərə sıçrayışı verən hesab edib, onlardan uzaq durur. Bəziləri isə az porsiyaya keçərək qidalanmada stres yaşayır. Mütəxəssislər vurğulayır ki, qlükoza monitorinqi cihazı diabet xəstələri üçün faydalı bir tibbi alətdir.